Şükür olsun Rəbbimizə. Əziz bacılar, qardaşlar, mən bugünkü mövzum Nuh haqqında olacaq və yaradılış 6-cı fəsildən istəyərdim bir ayə oxuyum və o ayə ilə başlayaq. Nuhun tarixçəsi belədir. Nuh salih və öz nəsli arasında qüsursuz bir adam idi. O Allahla bir yol gedirdi. Amin. Bu yer niyə maraqlıdır? Çünki əksər insanlar Nuh haqqında danışanda ancaq bir şey deyirlər ki, Nuh gəmi tikib. Və bir çox imanlardan soruşanda ki, Nuh nə ilə xilas oldu? Deyirlər, gəmi tikib o ilə xilas oldu. Və heç kim bu yerləri heç vaxtı oxuyub onun üzərində düşünmür ki, gəmini tikməmişsən qabaq, onun həyat tərzi nə idi ki, Allah ona o gəmini tikməyi tapşırdı. Yəni, Nuhun dövründə adam çox idi. Amma Rəbb salih bir insanı seçdi və Allahla bir yol gedən insanı seçdi və ona tapşırdı. Baxın, başqa Nuhun xüsusiyyətləri də var. Yenə deyirəm, biz çox vaxtı, baxın, mən bu mövzunu araşdıranda Nuh haqqında, nə bilim, videolar, şəkillər falan axtarırdım bu vəzi hazırlayanda. Və hara baxdım, hər yerdə Nuh əlində çəkic, nə bilim, əlində mıxla, mişarla, başqa şəkli yoxdur bu kişinin. Heç yerdə yoxdur ki, bir ayədə var, 1 Pətr 2:5 yazılıb ki, o Allahsız adamların yaşadığı qədim dünyada daşqın göndərərək dünyanı cəzasız qoymadı, yəni Allah. Amma 8 nəfəri o cümlədən salihliyi bəyan edən Nuhu qoruyub saxladı. Baxın, Nuh o dövrdə müjdə paylayırdı, salihliyi bəyan edirdi. Amma heç bir şəkildə yoxdur ki, Nuh kiməsə vəz eləyir, kiməsə danışır. Hər yerdə kişi əlində çəkizlə çaq-qaçaq işləyir. Ya uzağı oğulları yanında hamısı işləyirlər və gəmidən başqa heç kim heç nə görmür. Amma baxın, Rəbb Nuhda nəyi görüb? O salihliyi bəyan eləyirdi, o vəz eləyirdi, insanlara Allahın salihliyi haqqında danışırdı və eyni zamanda öz nəsli arasında qüsursuz bir adam idi. Baxın, Nuh hərəkətində qüsursuz bir adam idi. Heç kim deyə bilməz ki, Nuh, nə bilim, alqaşdı, Nuh, nə bilim, davakündü, Nuh problemli insandı, Nuh deyingəndi. İnsanlar onu qüsursuz bir insan kimi tanıyırdılar. Çox maraqlıdır. Və müqəddəs kitabda Nuh İsa Məsihin rəmzi kimi göstərilir. Və bugünkü məbəd o Nuhun tikdiyi gəminin rəmzi kimi göstərilir. Və İsa Məsih özü danışanda deyir ki, necə ki qapı bağlandı, o gəminin qapısı bağlandı və kimlər girmişsə girdi, qalanlar hamısı məhv oldu. Bu dünyanın sonunda elə olacaq. Bir zaman gələcək ki, məbədin qapısı imansızlara bağlanacaq, məbəd qalxacaq göyə və yer üzündə kimlər varsa onlar məhv olacaq. Amma bu dəfə su ilə deyil, alovla məhv olacaqlar. İndi bunun üçün fantaziyalar çoxdur. Yenə deyirəm, indi YouTube'da o qədər roliklər var, göydə nə bilim alov yağması falanı, beşmekanı, filmlər var bu haqda çəkilənlər. Amma bu bizim ağlımıza gəlmir, bu necə baş verəcək. Bəzi vəzçilər deyirlər ki, indi qlobal istiləşmədir, bu istiləşmə çoxalacaq. Yox, başqa cür olacaq. Bu təbii bir kataklizma deyil, bu Allahdan gələn bir cəzadır. Və necə ki, o dövrün insanları, Nuhun dövrünün insanları ondan qabaq görməmişlər ki, göydən yağış yağır. Çünki ondan qabaq yağış yağmırdı. Yer üzü şeh vasitəsilə qidalanırdı, nəmlənirdi. Və birdən-birə göydən yağış yağdı və birdən-birə yerin altında olan bütün su mənbələri üzə çıxdı. Və bu görülməmiş bir şeydir. Və insanlar məhv oldu, tələf oldu. Və müqəddəs kitabda baxın, o insanlar Nuhun ondan qabaq dediklərinə parmaq arası baxırdılar. Bir çox insanlar da bugünkü gündə bizim dediklərimizə parmaq arası baxırlar. Və baxın, Nuhun başqalarından fərqi nə idi? Yazılıb ki, Nuh elə gözə görünməyən şeylər barəsində edilən xəbərdarlığa iman vasitəsilə ciddi yanaşaraq
öz ev əhlinin xilası üçün gəmi düzəltdi. O iman vasitəsilə dünyanı məhkum etdi və imana görə olan salihliyi irs olaraq aldı. Baxın, o Allahın sözünə ciddi yanaşdı. Hər həftə buradan Allahın sözü deyilir. Tövbə eləyin, düzəlin, dəyişin, həyatınızı düzəldin. Və biz çox vaxt o sözlərə ciddi yanaşmırıq. Bir barmaq arası yanaşırıq. İsa'nın dövründə də, İsa'nın bir çox sözlərinə ciddi yanaşmırdılar. Fariseylər dedilər ki, o kimdir? Ruhanidir, ruhani deyir. Nə bilim, dülgərdir, 5-6 nəfər də yığıb başına özü kimi avaraları. Və onu ciddiyə almırdılar. Ciddiyə bilirsiniz nə vaxt aldılar? Nə vaxt ki, İsa Məsih yadınızdadır, Peyğəmbərlik eləmişdi ki, bu məbədin üstündə daş üstündə qalmayacaq. Gəldi, şəhər dağıldı, onu da başa düşdülər. Biz bugünkü gündə insanlara deyirik, düzəl, dəyiş, gəl iman elə. Çoxu bizi ciddiyə almır, çoxu bizi yola verir, sonra deyir, bu da başladı da yenə. Və müqəddəs kitabda Yezekil Peyğəmbərin kitabında belə bir ayə var, deyir, sən indi sanki Peyğəmbərə deyir, onlar üçün mahnı çalan bir müğənniyə bənzəyirsən, oxuyan müğənniyə bənzəyirsən. Onlar sənə dinləyirlər. Dedikləri və də ciddi yanaşmırlar, amma deyir, nə vaxtsa olan başına cəza gələndə və yazılıb ki, o cəza mütləq gələcək. Onda başa düşəcəklər ki, onların arasında bir Peyğəmbər vardı. İndi bilirsiniz, bir çox insanlar bizim sözlərimizə ciddi yanaşmırlar. Deyirlər ki, gündüz də geçsin bananı satsın, mənə nə söz deyə bilər. O qədər insanlara müjdəliyib ki, ciddiyə almırlar. Ya Vahid qardaş, müjdəlir hələ o ilə mübahisə aparırlar. Ay yox, sən düz demirsən. Və yaxud və s. və ilə axır, o qədər qohumlarımıza demişik. O sözləri ciddiyə almırlar. Və bir günləri o problem gələndə, qaçılmaz problem gələndə, yer üzünün məhfi gələndə onda başa düşəcəklər. İndi baxın, bizim də aramızda o, belə deyək də, güvəndiyimiz bir şey var. Biz çox vaxtı insanlar hərəkətlərə baxırlar, fikir verin, insanlar çox vaxtı düşünürlər ki, Nuh gəmini düzəltməklə xilas oldu. Və biz bundan nümunə götürürük. Niyə? Çünki biz çox vaxtı hərəkətə baxırıq. Bəzi imanlar düşünür ki, mən vaaz eləyirəm, mən xilas olacam. Bəziləri deyir, mən xorda oxuyuram. Bəziləri deyir, mən 20 ildir, 30 ildir, neçə ildir məbədə gəlirəm, stajım yığılır göylərdə. Bəziləri deyirlər ki, mən nə bilim müjdəliyirəm, amma səni imandan başqa heç bir şey xilas etməyəcək. Mən burada danışmağım məni xilas etməyəcək. Mənim Allahla şəxsi ünsiyyətim, mənim Allahla şəxsi tanışlığım, mənim Allahın sözünə ciddi yanaşmağım məni xilas eləyəcək. Mənim Allahın sözünü həyatıma qəbul etməyim məni xilas eləyəcək. Mənim Allahın sözü ilə qidalanmağım, mənim Rəblə ünsiyyətim, ona olan dualarım, Allahla olan ünsiyyət səni xilas eləyir. Bura məbədə gəlməklə, burada skamyakada oturmaqla insan xilas olmur. Xorda oturmaqla insan xilas olmur. Və İsa Məsih deyir ki, o gün bir çox insanlar yaxınlaşıb mənə deyəcəklər, ya Rəbb, sənin adınla biz cinləri qovmadıq mı? Sənin adınla biz xəstələrə şəfa vermədik mi? Onu eləmədik mi? Bunu eləmədik mi? Və İsa Məsih bir çoxuna deyəcək ki, mən səni heç vaxt tanımamışam. Heç vaxt tanımamışam. Necə ola bilər? Sən məbədə 20 il gələsən və İsa Məsih səni heç vaxt tanımasın. Tanımayıb çünki sənin onunla ünsiyyətin olmayıb. Gəlmisən, imanlarla ünsiyyətin olub, bacı qardaşlarla ünsiyyətin olub, söhbət eləmişsiniz, qeybət eləmişsiniz, danışmışsınız, demişsiniz, gülmüşsünüz, anekdot danışmışsınız, çayxanaya getmişsiniz. Amma Allahla sənin indiyə kimi ünsiyyətin olmayıb. Və ona görə də Allah deyir ki, mən səni heç vaxt tanımamışam. Bağışla məni. Tanımamışam. Elə insanlar olub, onlar vaxtı ikən mənlə bir yerdə bağçada olublar, nə bilim, məktəbdə olublar. Və sonra bugünkü gündə kimlənsə rastlaşıram, yaxınlaşırlar, mənə tanımadı. Yox. Nə olsun ki, mən vaxtı ikən səninlə bağçada olmuşum. Tanımadım. Çünki 20 ildir, 30 ildir, mənim səndən ünsiyyətim yoxdur. Nə olsun ki, sən 30 il bundan qabaq gəldin, bir dəfə tövbə elədin. Və bu 20 il, 30 il sənin Allahla ünsiyyətin yoxdur.
Sən Allahdan xəbərin yoxdur, Allahın kəlamından xəbərin yoxdur. Rəblə yaşayışdan xəbərin yoxdur. Və heç bir əməlinlə, nə məbədə gəlməyinlə, nə başqa şeylə sən xilas olmayacaqsan. Yalnız Nuhda yazıldığı kimi Allahla bir yerdə yol getməyinlə, gündəlik həyatında Allahla birlikdə yol getməyinlə xilas olacaqsan. Və başqa heç bir şeylə. Bizi iman xilas edir, bizi əməl heç vaxtı xilas etmir. Bu dünyada da əməllər var. İnsanlar elə bilirlər ki, əməllə xilas olacaqlar. Biri deyir, mən xəstəxana tikdirmişəm, biri deyir, mən yetimləri doyuzdurmuşam, mən məktəb tikdirmişəm, məbəd tikdirmişəm, onu eləmişəm, bunu eləmişəm. Olan heç birisi Allahın qarşısında insanı xilas etmir. Heç birisi. Sən əgər günah eləyirsənsə, sən günahkarsan. Təsəvvür eləyin, mən 1000 nəfəri doyuzdurum, 500 nəfəri oxutdurum, nə bilim, insanlara kömək eləyim, qaçqınlar üçün ev tikdirim və sonra da qazetdə çıxsın ki, bu adam, yəni mən cinayət eləyib 10 il bundan qabaq 5 nəfəri öldürüb. Hakim məni o şeylərə görə buraxar ki, ayıb da, kişi məktəb buraxmayacaq. Mən cinayətkaram. Sən də əgər 20 ildir məbədə gəlirsən, nə bilim, nə işlər görürsən, nə köməklər eləyirsən, kiminsə cibinə pul basırsan, kiməsə kömək eləyirsən, yardım eləyirsən, sənin Allahla ünsiyyətin yoxdursa, sən günahda yaşayırsansa, sən günahkarsan. Ola bilərsən özünü kimlənsə müqayisə eləyirsən. Şükür Allaha, mən bunun kimi siqaret çəkmirəm, onun kimi araq içmirəm, filənkəs kimi yalan danışmıram, söyüş söymürəm, qeybət müqayisə eləyə bilərsən. Amma sənin Allahla ünsiyyətin yoxdursa, sən əməllə xilas olmursan. O farisey də özünü müqayisə eləyirdi. Biz bugünkü gündə necə müqayisə eləyirik ki, filənkəs məbədə ayda bir dəfə gəlir, o elə də güclü imanlı deyir. Filənkəs, nə olsun, gəlir, gedir, amma hələ də biz özümüzü onunla müqayisə edirik, haradasa özümüzə təskinlik tapırıq o farisey kimi. Ya Rəbb, mən oruç tuturam, nəzir verirəm, şükür Allaha bu vergi yığana da bənzəmirəm. O özünə təskinlik eləyirdi. Amma İsa Məsih deyir ki, onlardan kim evə təmiz getdi, o adam kim ki tövbə edir və deyir ki, ya Rəbb, mən günahkara mərhəmət elə. Çünki günahlarını görür. Çünki özünü təmiz saymır. Çünki Nuh da heç bir yerdə yazılmayıb ki, desin ki, mən gəmini tikdirdim, mən ona görə xilas oldum. Onun xilas olmağı Allahın kəlamı açıq-aşkar deyir. O Rəblə yaşadığına görə xilas oldu və Rəbbin sözünə iman etdiyinə görə və ona ciddi yanaşdığına görə xilas oldu. Başqa heç bir şeyə görə yox. Nə o çəkicə görə, mişara görə, mıxa görə, ağaca görə yox. Heç bir şeyə görə. Yalnız Rəbbin sözünə iman elədiyinə görə, Rəblə birlikdə yol getdiyinə görə. Və bugünkü gündə biz imanlara Rəblə birlikdə yol bilirsiniz nədir? Baxın, biz nə vaxtsa bura gəlmişik, tövbə eləmişik, vəftiz olmuşuq. Vəftizin rəmzi bu dünya üçün ölməkdir. Biz vəftiz olanda bu dünya üçün ölürük, suya girəndə, sudan çıxanda biz Rəbb üçün dirilirik. Eyni şey də o dövrdəki dünya Rəbb üçün öldü, suya girənlər hamısı Rəbb üçün öldü. Sudan sağ çıxanlar, Nuh və onun ailəsi Rəbb üçün dirildi. Və İsa Məsihin də vəftiz olması, yadımızda da İsa Məsih gəlir vəftizçi Yahya'nın yanına, vəftiz olur. Ondan başqaları vəftiz olurdu günahlardan təmizlənmək üçün. İsa'nın heç bir günahı yox idi. Orada vəftiz oldu və dedi ki, ata, mən bu dünya üçün ölməyə və sənin üçün dirilməyə hazıram. Bizim günahlarımız üçün, sənin günahların üçün, mənim günahlarım üçün ölməyə və dirilməyə hazırlığını bəyan eləyir. Və müqəddəs kitabda baxın, vəftiz haqqında və Nuh haqqında çox maraqlı bir ayə var. Pyotrun 1-ci məktubunda 3-cü fəsil 20-ci ayədə. Bunlar bir vaxtlar Allahın Nuhun gəmi düzəltdiyi dövrdə səbirlə gözlədiyi vaxt itayətsiz idi. Yəni o dövrün insanları. O gəmidə isə az adam, başqa sözlə 8 nəfər sudan sağ-salamat çıxdı. Bu nümunəyə uyğun olaraq vəftiz indi sizə İsa Məsihin dirilməsi ilə xilas gətirir. Vəftiz cismani
çirki yumaqdan ötürü deyil, təmiz vicdanla Allah qarşısında söz vermək üçündür. Bax, necə o dövrün dünyası suda öldü və o sudan sadəcə 8 nəfər salih qurtuldu. Biz də bugünkü gündə bu dünya üçün ölməsək və Allah üçün yaşamasaq, Allahla bir yol getməsək, İsa Məsihin ardınca getməsək, bizim o suya girənlərdən fərqimiz olmayacaq. Biz suda batdıq və öldük. Biz Rəbb üçün dirilmədik. Çünki Rəbb üçün yaşayırsansa, gərək salih yaşayasan. Və salihliyin də bir dənə mənbəyi var. Bu İsa Məsihin bizə verdiyi salihliyidir. Onun o salihliyini götürüb, salihlik paltarını götürüb əynimizə geyinmək lazımdır. Çünki biz özümüz qanunu icra etməyə çalışsaq, biz onu heç vaxt icra eləyə bilməyəcəyik. İsa Məsih yer üzünə gəlib ki, o qanunu icra eləsin, sənin, mənim günahlarıma görə ölsün və dirilərək ölümə qalib gəlsin. Və sən o salihliyi öz üzərinə götürəndə, İsa Məsihi həyatıva qəbul eləyəndə, tövbə eləyəndə, fərqi yoxdur, 10 ildir gəlirsən, 1 ildir gəlirsən, yoxsa birinci dəfədir gəlibsən. Deyəndə ki, ya Rəbb İsa, sənə yalvarıram, öz salihliyini mənə ver. Bax, onda sənin həyatın dəyişir. Çünki baxın, müqəddəs kitabda yazılıb ki, əgər Nuh, Daniel, Əyyub, bu 3 adam orada olsa belə salihlikləri ilə ancaq öz canlarını qurtaracaqlar. Heç bir peyğəmbərə inam, heç bir övliyaya inam, heç bir məbəd binasına inam insanı xilas etmir. Mən filan pastorun şagirdiyəm, mən 10 ildir məbədə gəlirəm, o səni xilas etmir. Hər kəsən özünə görə cavabdehdir. Nuhun da gəlmisi Nuhun və özünün ailəsinə görə idi. O da Rəbbin lütfu ilə. Sən bugünkü gündə o gəmiyə, sən bu günləri o xilas gəmisinə minmək istəyirsənsə, İsa Məsih ilə birgə yol getməlisən və İsanı həyatıva dəvət eləməlisən. Çünki müqəddəs kitabda yazılıb ki, ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq. Başqa yol yoxdur. Yoxdur. Bir çox dinlər var ki, özlərini Məsihçi adlandırırlar. Deyirlər, biz nə bilim, müqəddəs Nikolaya, Petraya inanırıq. Boş şey də olar. Kimsə deyir ki, mən bayaq dediyim kimi 20 ildir gənclikdəki məbədə gəldim. Sənin gəlməyivin nə xeyri var, sənin həyatın dəyişməyibsən. Sənin gəlməyivin nə faydası var əgər sən yenə də günahlar içində yaşayırsansa. Yeganə xilas yolu sənin üçün, mənim üçün bugün odur ki, biz tövbə eləyək və İsa Məsihi həyatımıza qəbul eləyək. Ola bilər ki, biz günahlar eləyirik. Ola bilər ki, biz elə bu dünya üçün ölməmişik. Rəbb bugün bizi çağırır ki, biz qərar verək və bu dünya üçün ölək. Bu dünya üçün məcazi mənada ölək. Bu dünyada olan şeyləri sevməyək. Bu dünyanın rəqabətinə girməyək. Bu dünyanın moda rəqabətinə, maşın rəqabətinə, həyat tərzi rəqabətinə girməyək. Bu dünyadakilara oxşamayaq. Bu dünya kimi iyi verməyək, qoxu verməyək. Bu dünya kimi danışıq tərzimiz olmasın. Rəbbin dalıycan gedək. Rəbb deyir ki, kim bu dünya ilə dostluq eləyirsə, kim bu dünyanı sevirsə, bu dünyanın həyat tərzini sevirsə, bu Allaha qarşı düşmənçilikdir. Və Nuhun dövründə də elə idi. Kimlər dünyanı sevirdisə, onlar o gəmiyə girmədilər. Onlar qaldılar dünyada və batıb qaldılar. Eyni şeydə, kim bugünkü gündə fərqi yox deyə, sən gəminin yanında ola bilərsən. Sən İsa'ya yaxın ola bilərsən. Sən adını imanlı qoya bilərsən. Amma Rəblə yaşamırsansa, Rəbbin sözü ilə oturub durmursansa, Rəbbin dalıcan getmirsənsə, sənin axırın çox pis qutaracaq. Və bunun üçün son dövrü gözləmək lazımdır. Hər kəsin axirəti onun öldüyü gündür. Mən indi burada danışıram, ayağımı uzatdım, öldümsə mənim üçün axirətdir. Yaxud buradan çıxdım çölə, çöldə öldüm, həmin an mənim üçün axirətdir. Həmin an mən gedirəm Allahın huzuruna və Allah səndən soruşur ki, mən səni niyə buraxmalıyam cənnət?
Niyə? Ya Rəbb, mən məbədə gedirdim, o sayılmır. Milyardlarla insanlar bugün məbədə gedirlər. Ya Rəbb, mən imanlarla dostluq eləyirdim, o sayılmır. Ya Rəbb, mən çalışırdım, yaxşı olum, o sayılmır. Yalnız İsa Məsihə iman. Yalnız bir cavabı verə bilərsən ki, Ya Rəbb, mən sənin oğlun İsa Məsihi həyatıma qəbul etmişəm. Və məhz buna görə sən səmavi səltənətə düşə bilərsən. Və Həvarilərin işlərində yazılır ki, başqa variant yoxdur, başqa ad yoxdur, başqa xilas yolu yoxdur. Yeganə xilas yolu İsa Məsihdir. Ona görə hər birimizi indi tövbəyə dəvət edirəm. Kimlər dəyişmək istəyirsə, kimlər bu dünya üçün ölmək istəyirsə, kimlər Rəbb üçün yaşamaq istəyirsə, kimlər bu dünyadan yorulubsa, bu dünyanın yalanından, natəmizliyindən, murdarlığından yorulubsa, Rəbb üçün yaşamaq istəyirsə, bu dünyanın həyat tərzindən yorulubsa, Rəbbin kəlamı ilə yaşamaq istəyirsə, mən onları tövbəyə dəvət edirəm. Gəlin Rəbbin önünə, gəlin etiraf eləyin və Rəbb həyatınızı dəyişəcək. Və bu dövrün sonunda və yaxud sənin həyatının sonunda Rəbbin önünə gəlsən, sən Rəbdən xilas ola biləcəksən. Gəlməsən, İsa Məsihsiz gəlsən, nə başqa variantla gəlirsən gəl, xilas olmayacaq. Yalnız İsadadır xilas. Amin.